Salam, hər vaxtınız xeyir. Video dərsimizə xoş gəldiniz. Sertifikasiyadan ikinci şansı hazırlaşan müəllimlər üçün bugün ümumi bir sınavın suallarını izah edəcəyik. Bunu da deyim ki, dərslərimiz həm əyani, həm də onlayn şəkildə keçirilir. Dərslərimizdə iştirak etmək istəyənlər bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilər. İndi isə keçək sualları izah edək. Birinci sualda deyilir ki, birinci hissə bütün hissənin neçə faizini təşkil edir? Bütün hissə 360 dərəcə olmalıdır. İkinci ilə üçüncünün dərəcələrini verib. Deməli, 360 dərəcədən biz çıxırıq bu ikinci ilə üçüncü hissənin cəmin. Bunlar da toplayanda 270 dərəcə olur. Olacaq 90 dərəcə. Sualda deyilir ki, birinci hissə, yəni bura 90 dərəcə oldu da, bütün hissənin neçə faizini təşkil edir? Bütün hissə 360 dərəcə idi, birinci hissədə 90 dərəcə. Yəni demək istəyir ki, 90 dərəcə 360 dərəcənin neçə faizidir? A ədədi, B ədədi neçə faizidir? Buna deyirlər 2 ədədin faiz nisbəti. 90 dərəcəni 360 dərəcəyə bölüb 100%-ə vururuq. Bunu ixtisar aparanda 4də 1 olur. Bunu da 100%-ə vuranda bu da ixtisar gedir 25%. Cavab oldu B bəndi. İkinci sual. Müqayisə edin soruşur. Burada bu 100'dür. Bunu da 100'ə gətirməliyik, bunu da. Yəni A-nı da qüvvəti 100'ə gəlməlidir. B-nin də qüvvəti 100'ə gəlməlidir. Onda birinci A-nı yazaq. A bərabərdir. 7'nin kvadratı yazıram. 100. Çünki 2'ni vuranda 100'ə 200 olur da. Bu da 49'un üzərində 100 olur. Yəni 49 üstü 100 oldu. B-yə dəymirəm. B elə üzərində 100 verilib. Yəni üstü 100 verilib. C-ni yazıram. 4'ün kubu. Bu da 100 yazıram. Çünki 3'ü 100'ə vuranda 4 üstü 300 olur. Bu da olur 64'ün üstü 100. İndi əsaslara baxırıq. Hansı əsas böyükdürsə o böyük olacaq, hansı əsas kiçiksə o kiçik olacaq. Baxın, burada əsası böyük olan 64'dür. Deməli C böyükdür. İkinci əsası böyük olan 49'dur. A-dan o da böyükdür. 45 də əsası kiçik olandır. B. Yəni qüvvətlər eyni olanda əsası böyük olan böyük olur, kiçik olan kiçik. Deməli cavab oldu A bəndi ikinci sualda. Keçirik üçüncü suala. Üçüncü sualda biz bu kəsirlərin məxrəcin irrasionaldan azad etməliyik. Məxrəci irrasionaldan azad edəndə məxrəcin qoşmasına sürət məxrəci vururuq. Birinci kəsiri yazıram. Tək-tək burada yazıram. 1 plus kökdə 2'dir. Bu da 1'dir. Deməli biz bunu vururuq 1 minus kökdə 2'yə. Eyni ilə sürətini də vurmalıyıq. 1 minus kökdə 2. Yəni bu vurmadır da. 1'i 1'ə vuranda 1 olur. Kökdə 2'ni də mənfi kökdə 2'yə vuranda çıx 2 olur. 1'i də bu ifadəyə vuranda yəni 1 minus kökdə 2 olur. Bu da mənfi 1 olur. Bu da 1 minus kökdə 2. Bu sürəti məxrəcə böləndə mənfi dəyir sürətdəki bu toplananlara olur mənfi 1 plus kökdə 2. Bu birinci kəsir. İkinci kəsiri yazaq. 1 böl kökdə 2 plus kökdə 3. Bunun da qoşması kökdə 2 minus kökdə 3 olur. Eyni ilə sürəti də vururuq. Kökdə 2 minus kökdə 3'ə. Bərabərdir. Yenə sürət kökdə 2 minus kökdə 3 olur. Məxrəc kök 2'ni kök 2'yə vuranda 2 olur. Onları da vuranda 3 olur. Bu da mənfi 1 oldu. Bu da kökdə 2 minus kök 3. Yenə sürəti bu mənfi 1'ə böləndə olur mənfi kökdə 2 plus kökdə 3. Üçüncünü də yazaq. 1 kökdə 3 plus 4'dür. Onun da qoşması kökdə 3 minus kökdə 4'dür. Sürəti də vururam kökdə 3 minus kökdə 4. Bu da bərabərdir. Eyni ilə baxın. Buradakı kök 3'ləri bir-birinə vuranda 3 olur. Kök 4'ü də vuranda mənfidir də bu. Bu da kök 4'ə vuranda 4 olur. Burada da olur kök 3 minus kök 4. Yenə də bu mənfi 1'dir. Bu da kök 3 minus kök 4'dür. Yenə sürəti böləndə mənfi 1'ə olur mənfi kök 3 plus kök 4. Və sayır. Burada sonuncunu yazıram. Sonuncun da 1 bölünsün kök altında 24. 24 plus kökdə 25. Biraz vaxt aparan sualdır. Bunun qoşmasına vururam. Kök altında 24 minus kökdə 25. Sürəti də vururuq. Kök altında 24 minus kökdə 25. Bunları vuranda 24 olur. Bunları da vuranda çıx 25. Bu da kökdə 24
minus kökdə 25. Eyni ilə yenə baxın bu mənfi 1 oldu. Sürəti də buna böləndə olur mənfi kökdə 24 plus mənfi dəyir bura minus. Bura mənfidir. Buradakı mənfi də dəyir plus olur. Kökdə 25. Deməli birinci nəticə, yəni birinci kəsirin nəticəsi baxın. Mənfi 1 plus kökdə 2. Buradan yazıram. Mənfi 1 plus kökdə 2. Belə olmuşdu. Plus ikinci kəsirin nəticəsi. Bax, bu idi. O mənfi təsir edir buna. Yəni, burada baxın, bu mənfidir. Bu mənfi təsir edir buna. Bunu da mənfi çevirir. Yəni, mənfi nisbəti mənfiyə çevirir. Mənfi kökdə 2 plus kök 3. Eyni ilə üçüncü kəsirdə də baxın, bu mənfi yenə təsir edəcək bu toplanana. Bu da olacaq mənfi kök 3 plus kök 4. Plus, baxın, buradan bu tərəfə 3 nöqtədir. 3 nöqtə. Sonuncu da bu idi. Mənfi yenə təsir eləyəcək. Buradan mənfi kökdə 4 plus kökdə 25 olacaq. Baxın, müsbət kök 2, bu da mənfi kök 2 islah olunur. Yenə də müsbət, bu da mənfi, yenə müsbət, mənfi. Bunlar hamısı gedir. Deməli, burada bir mənfi 1 qaldı, bir də kökdə 25 qaldı. Mənfi 1-in üzərinə kökdə 25-i gəlirik. Bu da mənfi 1, məlumdur ki, bundan da 5 çıxır. Bunu da toplayanda 4 olur. Cavab oldu B bəndi. Üçüncü sualda. Dördüncü sualda. Bu mürəkkəb kökdür. Bundan kök alırıq. Deməli, bunu yazıram, baxın. Birinci kökü. 1 plus kökdə 3-ün kvadratı. Çünki bunu açanda bu ifadəni verir. Çıx. O burada onun minusudur. 1 minus kökdə 3-ün kvadratı. Bərabərdir. Baxın, burada kökün dərəcəsi 2-dir. Bu 2-lər gedir. Modul da qalmalıdır. Biz demişik cüt dərəcədən kök altı ifadədən modul çıxır. Amma modul müsbət olanda modulda saxlamırlar. Ona görə bu 1 plus kök 3 müsbət ədəddir. Bunu modulsuz yazıram, çıx. Amma bu ifadə, baxın, bu da 2-dir. Yəni, dərəcə 2-dir də, bu radikal dərəcə. Bu 2-lər gedəndə modul çıxır. 1 minus kök 3. Nəyə görə bunu modulda çıxartdım? Çünki bu mənfi ədəddir. Birdən kök 3 çıxanda bu mənfi olur. Yəni, 1 kök 1-dir. Çıx kök 3 olur mənfi. Buradan da yazıram 1 plus kök 3 minus. Modul içi mənfi olanda biz bunu atırdıq, yəni modul atırdıq, əksin yazırdıq. Əksin yazmaq, yəni yerlərin dəyişmək deməkdir. Onda yazmalıyam, kök 3 çıxılsın 1. Mörtəzə yazıram, çünki qabaqda mənfi var. Sizə görə yazıram ki, çaşmayasınız. 1 plus kök 3, o mənfi də bu mörtəzənin içərisinə təsir edir. Olur mənfi kök 3, o da plus 1. Bunlar əks ədədlərdir, islah olunur. 1 ilə də 1-i toplayanda olur 2. Deməli, cavab oldu 4-cü sualda A bəndi. 5-ci sual. Deyir, AB ədədi 9-a bölündükdə qalıqda 2. AB 2 rəqəmli ədəddir. Bölürəm 9-a. Qalıqda 2 alınır. Matematik qisməti verməyəndə bura 1 yazın. İndi buradan yazıram. AB bərabərdir. 9-u 1-ə vur üzərinə 2 gələndə 11. Həqiqətən də 2 rəqəmli ədəddir. Baxın 1. 2 də yaza bilərəm. 3 də yaza bilərəm. Bu 2 rəqəmli ədəd böyüyür. Ona görə mən ən kiçiyi yazıram. Yəni ən kiçiyi 1-dir də. 1 yazanda bu 2 rəqəmli ədəd ən kiçik, yəni 11 alınır. Məsələn, 2 yazsaydım, bu 2 rəqəmli ədəd nə olacaqdı? 9-u 2-yə vurub, üzərinə də gələcəkdim, 20 olacaqdı. 3 yazsaydım, bu 2 rəqəmli ədəd nə olacaqdı? 9-u 3-ə vurub, üzərinə də 29. Görürsünüz, bu 2 rəqəmli ədəd böyüyür. Ona görə riyaziyyatda böyüyü yazmırıq, kiçiyin yazırıq ki, hesablamamız rahat olsun. Deməli, AB 2 rəqəmli ədəd 11-dir. İndi deyir ki, ABC ədədin 9-a tam böldükdə, ABC ədədin 9-a tam bölünür yazıb. Yəni, bu 3 rəqəmlə də 9-a tam bölünür. Böldüm 9-a. Biz də bilirik ki, rəqəmlərinin cəmi 9-a bölünməlidir. Yəni, 9-un qaydası belədir. Bunda A plus B plus C. Bu 3 rəqəmli ədədin rəqəmləri cəmi. Böl 9. Bu da bərabərdir. Buradan baxın, A, B. A-sı 1 idi, B-si də 1 idi. Bura 1 yazıram, bura 1 yazıram. Oldu 2 plus C. Bölünsün 9. Deməli, 9-a bölünmək üçün C burada 7 ola bilər. Çünki C burada rəqəmdir də. Başqa cür ola bilməz. Yəni, 7-dən sonra növbəti 9-a bölünməsi üçün üzərinə 9 vaid gəlməliyim. 16 olmalıdır. 16 da rəqəm ola bilməz də. Ancaq burada C bir dənə mümkün hal var. 7 ola bilər. Çünki 2 üstə 7 gələndə 9 olur. 9-a da tam bölünür. Bizdən də C-ni soruşurdu. C-ni tapdıq 7. Cavab oldu A bəndi.
4-ün qaydasını bilmək lazımdır. Son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə tam bölünməlidir. Baxın, burada son 2 rəqəm 19-dur. 4-ə tam bölünəndə qalığı 3 qalır. Buradan yazaq. 3. Burada vurma olanda vurma yazırlar. Toplama olanda toplama. Çıxma olanda çıxma. Yəni, vurma olduğu üçün mən vurma yazıram. Burada da 72 4-ə tam bölünür. Burada da 74 verir, baxın. Onda qalıq 2 qalacaq. Və bu da kvadrat. Üzərinə də 3 gəlir. Bu 6 olur, 6-nın kvadratı 36 olur, üzərinə də 3 gəndə 39. Deyir, 4-ə bölünməsi. Deməli, bu 39-u yenidən 4-ə bölürəm. 9 dəfə bölünür, 36 olur, qalıq 3. Bizdən də qalığı soruşurdu. Cavab oldu B bəndi. 7-ci sual. Bir tərəfləri 10, 12, 10 olan üçbucağın xaricə çəkilmiş çevrənin radiusunu tapın. Baxın, bu bərabər yanlı üçbucaqdır. Tərəflər 10, 10, 12-dür. Xaricə çəkilmiş çevrənin radiusu, yəni bu üçbucağın xaricinə çevrə çəkiləndə, bax, buradan çevrənin radiusu olurdu. Fərqi yoxdur, buradan da olur, buradan da olur, buradan da olur, fərqi yoxdur. Yəni, bunlar erlərdir. Bu da çevrənin mərkəzi O nöqtəsi. Düsturu bilmək lazımdır. Düsturumuz A, B, C böl 4S idi. A, B, C tərəflərdir. İndi tərəflər biri 10-dur. Yəni, A da 10-dur, B də 10-dur. Bu bərabər yanlıdır. C də 12-dir. Yazıram 10 vur, 10 vur, 12. Böl 4S. Bu S-i müxtəlif üçbucaq olanda heronla tapırdı. Müxtəlif üçbucaq odur ki, məsələn, bura 10-dursa, bura başqa ədəd olmalıdır, bura da başqa ədəd. Yəni, müxtəlif tərəfli olanda heronla tapırdıq. Amma burada bərabər yanlıdır. Mən heronsuz da bunu tapa bilərəm. Bərabər yanlı üçbucaqda çalışın sahəni tapanda 2də 1 H-la tapın. 10, 10, bu da 12. Təpədən oturacağa hündürlük atıram. Bu həm mediandır, həm də tənböləm. Median olduğu üçün tərəfi nə edir? 6, 6-ya ayırır. Buradan da aydın şəkildə göstərir. Elə bu da 90-dır. Bu katet, hipotenuz. Pifagor üçlüydür. Hipotenuz 10-dur. Katet 6-dırsa, deməli bu da 8-dir. İndi mən bunun sahasını tapmalıyım da, baxın, bu S-i tapıram. Yəni, bu fiqurun sahasını, üçbucağın sahasını 2də 1 H-la tapıram. Yəni, H bölü 2. Deməli, hündürlük, baxın, 8 tapdım. Oturacaq da 12 idi. Bölü 2. 8-i 2-yə böldüm 4, 4-ü də 12-yə vurdum 48. Baxın, 48. İndi buradan davam eləyək, bərabərdir. 10 vurulsun, 10 vurulsun, 12, 4 vurulsun, 48. Buradan ixtisar edək. Bu 12 4-ə bölünür 3 dəfə. Bu 10 vur, onu saxlayıram. Bu 3 də 48-ə bölünür 16. Bu 10-la da bunu 2-yə aparıram 5. Bu da 8. Məxrəc 8 oldu. 5-i də ona vuranda 50. 8-də 50-dir. Bunu da 2-yə ixtisar aparaq. 25, bu da 4. Cavab oldu 4-də 25. C bəndi. 7-ci sualda. Yəni, burada düsturu bilməlisiniz. 8-ci sual. Uzunluğu 68 sm olan məfdili 2 sm hissələrə ayırmaq üçün neçə kəsim ayırmaq lazımdır? Burada diqqətli olun. Çoxları 68-i bölür 2-yə. Deyir 34. Amma bir vahid yadda saxlayın. Çıxın. Cavab olur 33. Baxın, cavab Y bəndidir. Əvvəldə də 34-ü veriblər ki, çaşdırmaq üçün. Yəni, çoxsu götürüb 34-ü bulur. Amma burada diqqətli olun. Cavab 33-dür 8-ci sualda. Nəyə görə? Baxın, tutaq ki, uzunluğu 6 sm, özümdən deyirəm. Uzunluğu 6 sm olan bir məfdildir. Bunu mən 2 sm hissələrə bölürüm. Baxın, 2 sm, 2 sm, bu da 2 sm. 3 dənə 2 neçə edir? 6. Mən bunu neçə yerdən kəsməliyəm? Baxın, buradan kəsməliyəm. Bir də buradan. Çünki 3 hissəyə ayırmaq üçün 2 dənə kəsim eləmək lazımdır. Ona görə hissə, məsəl üçün deyirəm, qayda kimi, yadda saxlayın. Hissə n dənədirsə, kəsim n-1 olur. Yəni, bir vahid azaldırsan. Burada da baxın, hissə 1, 2, 3. 3 dənə hissədir. Onda kəsim nə olmalıdır? 3-dən 1-i çıxmalıyam, 2 hissə olmalıdır. Ona görə burada da 68-i bölürsən 2-yə 34, bir dənə çıxırsan, cavab olur 33. Burada diqqətli olun. Adi sualdır. 5-ci sinif sualıdır. Amma diqqətli olun da burada. 9-cu sual. A-nı veribdir, biz bunlardan kök alacaq. Yəni, modulda çıxardacaq. Deməli, bu müxtəsərin açılışıdır. A-1-in kvadratının açılışıdır. Bu da A-4-ün kvadratının açılışıdır. Kök 6 kvadratdan demişik, baxın, bu 2-lər gedir, modul çıxır, A-1. Burada da bu 2-dir də, bunu bilirsiniz. Bu da A-4 olur. İndi A-nı veribdir, 2 ilə 4 aralığında.
Baxın, A-nın yerinə 2 ilə 4 aralığındakı qiymətlərdən 1 çıxanda nə olur? Modul içi müsbət olur da. Yəni A 2-dən böyüklərdir 4-ə qədər. Bundan 1 çıxanda modul içi müsbət olur. Modul içi müsbət olanda olduğu kimi yazırıq, modulu atırıq. Burada isə A 2-dən 4-ə qədərdir. 2-dən 4-ə qədər ədədlərdən 4 çıxanda modul için mənfi olur. Modul için mənfi olanda biz demişik əksin yazırıq. Əksi yəni A-4-ün qabağına mənfi atanda nə olur? 4 çıxaq olur da. Yəni ona görə deyirlər ki, yerləri dəyişilir. Yerləri dəyişmək elə əksi demək. 4 minus A. Buradan A mənfi A ilə A islah olunur. Bunlar da toplayanda olur 3. Cavab oldu C bəndi 9-cu sualda. 10-cu sual. Burada da həmin şeydir. Baxın. Allah biraz da böyüdək. Kökün altındadır bu. Baxın, bu 2-dir. Bu 2-lər gedir. Buradan modul çıxır. 1 minus kökdə 2. Tək dərəcələrdə modul çıxmır, amma cüt dərəcələrdə çıxır. Yəni 2, 4, 6, 8 cüt dərəcələrdə modul çıxır. Bu təklərdir. Bu 3-lər gedənəsə bu modulsuz çıxır. 2 minus kök 2. Yadda saxlayın, tək dərəcələr modulsuz çıxır, cüt dərəcələr moduldan çıxır. Üstə gəl. Burada da baxın 2-dir də. İndi mən bunu baxın bu şəkilə yazacağam. 1 minus kökdə 2-nin kvadratı yazıram. Çünki bu ifadəni açanda 3 minus 2 kökdə 2-ni verir. Burada da bu 2-dir. Bu 2-lər gedir, modulda çıxır. 1 minus kökdə 2. Baxın, indi modulların için sadələşdirəcəyəm. 1 minus kökdə 2-dir. Baxın, bu 1 kiçikdir kökdə 2-dən. Yəni bu kökdə 1 nəzərdə saxlayın da. Deməli, modulun içi oldu mənfi. Biz dedim ki, modulun içi mənfi olanda biz əksin yazmalıyıq. Olur. Yəni yerləri dəyişirik də. Kök 2 minus 1. Olduğu kimi yazılır. 2 minus kök 2. Eyni ilə baxın. Yenə də bu mənfidir modulun içi. Bunu da dəyişirik. Kök 2 minus 1 yazılır. Mənfi kök 2 bununla islah olundu. Bu 2-dir. Bu da mənfi 2-dir. Bunlar da islah olundu. Cavab oldu kökdə 2. A bəndi. 10-cu sualda. Bu onluq kəsirindən veribdir. Mən bunu yazıram. Baxın, %76. 4-ə də ixtisar aparanda 25-də 19. Baxın, B də 25-də 19-dur. Deməli, A ilə B bərabərdir. Burada da, baxın, 19, 19, 19, 25, 25, 25. 3 dəfə təkrarlayıb. Elə eyni şeydir. Baxın, məsələn, A %76 idi. Oldu 25-də 19. Elə B də 25-də 19-dur. C də təkrar, ya da belə çaşarsınızsa, bunu mərtəbə, bu C-ni mərtəbə toplananların cəmi şəklində yazanda, yəni 19, bu da 19, bərabərdir. 19, 19, 25, 25, yenə bərabərdir. 19, 19, 19, 25, 25, 25. Baxın, bunlar bərabərdir. Nə qədər istəyirsiniz, burada təkrarlaya bilər. Ona görə C də buna bərabərdir. Yəni, burada çətin sizə görsənməsin. Topluda var bu sualdan. Prosta burada rəqəmləri, ədədləri dəyişib. Deməli, A bərabərdir B, bərabərdir C. Bu şəkildə olur. Bunu mərtəbə toplananları cəmi şəklində yazıb sadələşdirəndə gəlib 25-də 19 çıxır. İndi mən bunu burada yazmıram, çünki vaxt tələb edir. Videonun tutumu çox olur. Ona görə siz elə bunu belə də yadda saxlayın. V terimini tətbiq eləyək. X1 plus X2 bərabərdir 7. X1 vurulsun X2 də bərabərdir 10-dur. İndi bunlara orta məxrəc gətirək. X2 ilə X1 orta məxrəc elə X2 X1-dir. Sürəti də olacaq X1-in kvadratı plus X2-nin kvadratı. Çünki bu məxrəci birinci məxrəcə böldüm. X1 qaldı, vurdum sürətinə X1-in kvadratı. Burada da eyni şeyi təkrarladım. X1 vurul X2 V7-dən tapmışdım. 10-dur. Bunu da baxın bu şəkildə yazıram. X1 plus X2-nin kvadratı çıx 2x1 x2. Çünki bunu açanda müsbət 2x1 x2 ilə mənfi 2x1 x2 gedir. Yerdə baxın bu nəticə qalır. 10 x1 plus x2-nin kvadratı. Bu 7 idi. 7, yəni bura 7 idi də. 7-nin kvadratı 49 olur. 49 minus 2 vur. X1 x2 də dediyim kimi 10 idi. O da bərabərdir. Bu 10. 49 vurulsun. Bu 20 oldu da. 2-ni 10-a vuranda. Çıxdım 29 elədi. Bu da 2 tam 10-da 9 elədi.
Cavab C bəndi. 12-ci sualda. 13-cü sual. Bu tip suallarda düzbucağının enin uzunun 10 götürün. Yəni 10'un 10'a götürün. Fərqi yoxdur. Uzunluğun, indi deyə bilərsiniz ki, uzunluq enə bərabər deyil düzbucaqda, amma burada fərqi yoxdur. Bizə qiymət lazımdır. Onsuz da hesab düz çıxacaq. Mən uzunluğunu 20 də götürə bilərəm, 30 da götürə bilərəm. Qiyməti böyüdürəm, hesablamam çətinləşir. Riyaziyyatda da qiyməti böyütmürlər. Əksinə kiçildirlər ki, hesablaman rahat olsun. Sualın öhdəsindən tez gələ biləsən, vaxt qazana biləsən. Yəni vaxt itirməyəsən. Ona görə 10 10 götürdüm. Deməli bunun sahəsi 100-dür. 100 100% ilə qəbul olunur. İndi növbəti şərtə qulaq asaq. Düzbucağının uzunluğu 20% artırıb. Uzunluğu 10 qeyd eləmişdim. 20% artıranda baxın, bu 10 müstəqil olaraq, yəni tam olaraq 100%dir. Bunu 20% artıranda 120% olur. Onda qiymət də 12 olur. Deməli uzunu 12 oldu. E'nin 10% azaltsam, baxın E'ni 10 götürmüşdüm. Yenə də bu 100% ilə qəbul olunur da. 10% azaltsam 90% edir. Onda qiymət nə olur? 9. Yəni E'ni 9 oldu. Bunun da sahəsi 9'u 12'ye vurmalıyam. Bu deyilir 108. Deməli bu 100 idi 100% ilə. Yəni bunun sahəsini tutaq ki 100 sm kvadrat deyək 100% ilə. Bu da 108 sm kvadratdır. Bu da 108% ilə olacaq. Deməli neçə faiz artma baş verdi? 8%. Yəni 108-dən çıxdım 100'ü oldu 8% artır. B bəndi 13-cü sualda. Topluda var bu suallardan. Yəni əksəriyyət burada topludan götürülür. İki düz xətt kəsişdikdə, baxın, iki düz xətt çəkirəm, alınan bucaqlardan ikisinin cəmi 260-dır. Yadda saxlayın, bucaqların cəmi 180-dan çoxdursa, bunlar kör bucaqlardır. Bucaqların cəmi 180-dan kiçiksə, bunlar iti bucaqlardır. Burada da ikisinin cəmi 260-dırsa, deməli bunlar kör bucaqlardır da. Baxın, bu 130, bu da 130 olub ki, ikisinin cəmi 260 olub. Kiçik bucağı soruşur, burada 50 dərəcə olacaq. Çünki baxın, bu 130 ilə 130 ilə 50 qonşudur, 180 olmalıdır. Ya da 50. Bəziləri götürür 360-dan bu ikisinin cəmi 260'ı çıxır. Yəni 360'dan çıxırsan 260'ı 100 qalır. 100'ü də 2'yə bölür, 50-50 tapır. Amma ehtiyac yoxdur. Elə bu bundan onsuz da qonşudur. Eyni ilə bax, bu da bundan qonşudur. Yəni bunlar cüt-cüt bir-birindən qonşudur. Bu da bundan qonşudur. Ona görə bu bucaq, yəni kör bucaq 130-sa, iti bucağı da 50 olacaq. Çünki körlə itinin cəmi 180 olur. Kiçik bucağı soruşurdu, yəni 50 dərəcə. Fərqi yoxdur, bu oldu, oldu. Eynidir. Bunların onsuz da qarşılıqlıdır, bir-birinə bərabərdir. Cavab oldu Y bəndi 14-cü sualda. 15-ci sual. Bütün rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədəd. Baxın, 4 rəqəmli ədəd 1000-dən başlayır. Harada bitir? 9999. Yəni 9999-da. Ən böyüyün deyəndə 9, 8, 7, 6-dır. Ən kiçiyin deyəndə 1, 0, 2, 3. Bəziləri burada çaşır. Diqqətli olun. Promoy belə yazır. 1, 2, 3, 4. Xeyr. 2-dən kiçik 0 da var. Ona görə burada diqqətli olun. 1, 0, 23. Deməli burada ən böyüyü 9876, ən kiçiyi də 1023-dür. Sualda nədir? Ən böyük 4 rəqəmli ədəd ilə bütün rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmlərin cəmini tapın. Bununla bunu toplayarsınız, özü taparsınız. Asandır. 15-ci sualı da toplayanda da D bəndi eləyir. 16. 2 rəqəmli ədəddir. Biz bunu mərtəbə toplananların cəmi şəklində 10A plus B yazırıq. Baxın, bu 2 rəqəmli ədəd təklik 10'luq. Ona görə 10A plus B yazdım. Bax, bu ifadəni edirəm. Sağ tərəfi olduğu kimi mənə ki yazıram. 4A plus 6B. Bu 10A'dan 4A'nı çıxıram 6A. Yəni, alar bir tərəfə yığılır, belər bir tərəfə. 6B'dən də bu B'ni çıxıram 5B. Bunu da 2'yə ixtisar aparıram. A bərabər 10'dan 4'dan çıxdım 6. Bu da 5. Yox, ixtisar getmir 2'yə. 2'yə ixtisar getmir. Biz burada indi A'nı B'ni tapacaq da. Deməli 6A bərabərdir 5B'yə. Burada A ilə bir rəqəmdir. Baxın, 2 rəqəmli. Söhbət rəqəmdən gedir. A'sı 5K'dır. Onsuz da K'nın bir dənə mümkün halı olur. B'si də 6K'dır. A ilə bir rəqəmdirsə, K'ya biz yalnız 1 verə bilərik də. Bu 5 olur, bu da 6. Əssalam. A'nı 5 tapdım. Heç burada K'nı götürməsəm də olardı. Elə A 5'dir, B 6'dır. Çünki bu rəqəmdir. Başqa cür ola bilməz bu bərabərlik. Rəqəmlər də bilirsiniz ki, ən böyüyü 9'a qədərdir. A 5 çıxdı, B də 6 çıxdı. Burada nə soruşur? A ilə B'nin cəmi 5 ilə 6'nı toplayıram, neçə olur? 11.
16-cı sual. 17. Sevdanın adımı 80, Aygünün adımı isə 70'dir. Ən yaxın. Ən yaxın sözü əkobdur. Ən yaxın, ən qısa, ən kiçik. Bu sözlər əkobdur. Bunda biz 70 ilə 80'in əkobunu tapırıq. Topluda var bu sual. Bunu da mən qısa yoluna yazıram. Bunu 8 vur 10 yazıram, 7 vur 10 yazıram. Yəni A vur K, B vur K düsturu var. AK, BK düsturu. Yəni burada K'lar ortaq qrupdur. Bu düsturla yazıram. Ortaq qrup mörtəzə xaricinə çıxardırlar. Mən indi çıxartmıram da. Yəni nəyə görə? Bu onlar ortaq qrupdur. Bu 10 gəlib əkobun qabağına çıxır. Olur 10 vurulsun əkob. Burada da 8 ilə 7 qaldı. Bunlar da ardıcıl natural ədədlərdir. Qarşılıqlı sadə ədədlərdir. Bunların da əkobu nədir? Bunların hasilidir. Ona görə burada onu götürürsən və vurursan ortaq olmayanlara. 8'i bir də 7'ni götürürsən. Bərabərdir. 8, 7'nin 56, ona da vuranda 560. Cavab oldu B bəndi. Qablaşdırılmış malın qiyməti 85 manatdır. Baxın, bu qabdır. Bu da alt-alda da yazılı. Bu malın qiyməti. İkisi bir yerdə nədir? 85 manatdır da. Yəni qab plus mal bərabərdir 85. Buna deyirlər qablaşdırılmış malın qiyməti. Qabın qiyməti, baxın, qabın qiyməti malın qiymətinin 15'də 2 hissəsidir. Çoxsu bunu x götürür, bunu 15'də 2x götürür. Bu çətindir. Kəsirdən hesablama çətin olur. Nisbət şəklində göstərində, yəni götürün. Qabın qiyməti, malın qiymətinin 15'də 2 isə bunu 2k götürün. Yəni qab 2k oldu, mal da 15k oldu. Yəni tam ifadə ilə əvəz eləyin ki, rahat olsun. Qabla da malın qiyməti 85'dir. Onda 2k ilə 15k'nı baxın, bu 2k'dır, bu da 15k'dır da. Toplayanda nə olur? 10, elə yazmışdı da, 15. 17k bərabərdir 85. K da bərabərdir 5. K'nı 5 tapdım. Bunda bu 2 vurulsun 5 10'dur. Yəni qabın qiyməti 10'dur. Bu da 15 vurulsun 5. Bu da 75'dir. Həqiqətən baxın 10 ilə 75'i toplayanda 85 verir. Ya qabın qiymətini soruşacaq ya da malın qiyməti. Deyir, malın qiyməti neçədir? Malı biz tapdıq 75. Cavab oldu 18'də Y bəndi. Bir briqada müəyyən işi 7 saata, digəri 6 saata. Bu birinci briqadadır, bu da ikinci. Məsələn, bir işi 7 saata görürsənsə, 1 saata bunun 7'də 1'ini görürsən. O biri də 6 saata görür, 1 saata da 6'da 1'in. Birlikdə sözü toplamaq deməkdir də. Məlum məsələn. Neçə saat işləyirlər? 3 saat. Yəni bunları toplayıb 3'ə vurursan. Bərabərdir. 42'dir. Bu da 7'nin 6, 13'dür, vurulsun 3. Bu da ixtisar gedir 14. 14'də 13. Deməli, işin 14'də 13 hissəsi görülüb. Bizdən nə soruşur? İşin hansı hissəsi görülməmiş qalıb? Tam hissə 1 deməkdir. 1 nədir? 14'də 14 deməkdir də. Yəni tam hissə 1'dir, o da 14'də 14. Onda 14'də 14'dən də 14'də 13'ü çıxıram. Yerdə qalır 14'də 1. Bu görülməmişdir. Cavab olur Y bəndi 19'da. Əkob 20-30. Belə bir düstur var da. Əkob AB. Bura A yazırdılar. Bura B. Eyni ilə burada A, bura B. Pramoy düstur belə idi. A vur B idi. İndi A'nın yerində 20'dir. B'nin yerində də 30'dur. 20'ni vurursan 30'a. Bu əbobla əkobun hasil düsturudur da. Olur 600. Cavab oldu C bəndi 20'də. Yəni çətin deyil. 21. Bu sual imtahana düşüb. Qəbul imtahanlarında. Yəni bu sual dəfələrlə təkrarlanıb. Bunu kvarata yüksəldirəm. Baxın, bu ifadəni hər iki tərəfin kvarata yüksəldirəm. Kvarata yüksəldəndə birinci kökün 6 çıxır. 8 minus x. Sonra bunu kvarata yüksəldəndə mən birinci elə bil A plus B'nin kvaratının açılışıdır. Mən birinci A ilə B'ni yazıram. 5 plus x üstə gəl. İndi 2'ni vuracam bu kökə, vuracam bu kökə. Köklərin dərəcələri ikisi də eynidir. Yəni ikinci dərəcəlidir. Ona görə eyni dərəcəli kökləri bir kökün altında yazmaq lazımdır. Vurulsun 5 plus x bərabərdir. 5'in də kvadratı 25 olur. Baxın, bunlar islah olundu. 8 ilə 5'i topladım, 13. Plus 2 kök altında 8 minus x. Bu da 5 plus x bərabərdir 25. Buradan da 2 kök altında 8 minus x. 5 plus x bərabərdir. Bu 25'dən bu 13'ü çıxıram, 12 olur. Bu 12'ni də bölürəm 2'yə. Olur 8 minus x. Bu da 5 plus x. 5 plus x. Bərabərdir. 12'ni 2'yə böldüm 6. Elə bizdən də bu ifadəni soruşurdu. Cavab 6. Baxın. Burada
Mötərizə olmalıdır, bu düşməyib. Yəni bu ifadəni bütöv tam soruşur. Tam da bunu neçə tapdım? 6-dır. Cavab oldu D bəndi 21-ci sualda. Bunu müxtəlif cür yazmaq olar. Mən belə yazıram. Əkob AB bölünsün Əbob AB C-yə bərabərdir. C də A ilə B-nin ortaq olmayan vurğuların hasılı idi. Yəni düstur idi də. Əkob AB nöqtəli vergül bölünsün Əbob AB C-yə bərabərdir. C də A ilə B-nin ortaq olmayan vurğuların hasılıdır. O yolla da yazmaq olar. AK, BK, yəni ortaq vurğulla da yaza bilərik. Məsələn, baxın 200-ü ayırıram 2-yə 100, 2-yə 50, 2-yə 25, 5-ə 5, bu da 1. 220-ni ayıraq. 2-yə 110, 2-yə 55, 5-ə 11, bu da 11-ə. Biz demişdik ki, bu C, A və B, yəni 200-dən 220-nin ortaq olmayan vurğularının hasılıdır. Ortaqları atıram. Baxın, buradan ortaqları attım. Ortaqları attım. Ortaqları attım. Yerdə bu ortaq olmayan qaldı. Bu qaldı, bu qaldı. Bir-birinə vururam. 2 vur, 5 vur, 11. Bu da neçə olur? 110. Cavab oldu 22-də B bəndi. Bu yolla da yazmaq olardı. Ortaq qruqla yaza bilərdik. 200-ü baxın, buradan ortaq qruqla, deməli bunun ortaq qruqları 2, 2, 2, 5, 5. Burada da ortaq qruq 2, 2, 5. Vuranda neçə edir? 4'tür, bu da 20. Deməli bunu 20 vurulsun 10. Bu şəkildə yaza bilərdim. Yəni 200'ü 20 vur 10 yaza bilərdim. 220'ni də 20 vur 11 yaza bilərdim. Yəni AK, BK düsturu ilə. Baxın, hər ikisində ortaqlar 20'lərdir. 20'ni götürəcəkdim. Sonra ortaq olmayanlar da 10 ilə 11 idi. 10 vur 11. 22'də bir dəqiqə burada hesabda mexanik səhv getdi. Səhv getməyib, düz yazmışam. Deməli, baxın, bu Əkob 220, 200 ilə 220'ni 200'ü yazdım. 2 vurulsun 20. 2 vurulsun 20. 220'ni də yazdım. 2 vurulsun, 20 vurulsun. Yox, 2 vur yox, 20 vurulsun. Yəni baxın, 20 vurulsun 10. 200'ün qiymətidir. Bu da 20 vurulsun 11. Məxrəcdə də eyni şeyi yazsam, Əbob üçün. Deməli, Əkobda bu da 2 vurulsun, 2 yox, 20 vurulsun 10. Buradan yazaq. Bu Əkobdur. 200'ü yazıram, 20 vur 10. Nöqtəli vergül. 220'ni yazıram, 20 vur 11. İkinci usul kimi yazıram. Yine eyni şeydir. 20 vurulsun 10. Bu da 20 vurulsun 11. Əbobda ortaqlar seçilir. 20 vur 10'dan 20 vur 11'in əbobu ortaqları, yəni 20'dir. Deməli, əbobu oldu 20. Əkob həm ortaqlar, bir ortaq olmayan. Ortaqlar budur, 20'dir. Ortaq olmayanda baxın, bu 10'dan bu 11'dir. Bunu da yazıram, 10 vur 11. 20'lər ixtisar gedir, onu da 11'ə vuranda 110 olur. Bayaq da 110 tapmışdım. B bəndi 22'dən. Yəni 2 usulla bunu yazdım. 40'a və 30'a böldükdə qalıqda 5 alınan ən kiçik sözü Əkobdur. Yəni Əkob 40 ilə 30'u tapıram, üzərinə də qalığı gəlirəm. 40 ilə 30'un Əkobu 120'dir. Üzərinə də 5 gələndə neçə olur? 125. Cavab oldu 23'də D bəndi. Tərəfləri AB, AC, BC olan ABC kosinuslar teoremidir bu. Tutaq ki, bir tərəf A, bu qeyd edeyim bu təpələri. AB 5'dir, AC buradır. 8, BC neçədir? 7'dir. Olan ABC bucağında A bucağının A bucağı buradır. Lap bura alfa da qoya bilərəm. Kosinuslar teoremi də belə idi. Həm axtardığım o bucağın qarşı tərəfinin kvadratı, yəni 7'dir kvadratı bərabərdir. Digər tərəflərin kvadratları cəmi. 5'in kvadratı plus 8'in kvadratı çıxılsın. 2 vurulsun, 5 vurulsun, 8 vurulsun kosinus alfa. Yəni düsturu bilmək lazımdır burada.
Bu da 49'dur. Bunları toplayanda 25, bu da 8, 64. Belə olur da 25 plus 64 çıxılsın. 2-ni 5'ə vurdum 10, bu da 8, 80 kosinus alfa. Yəni A bucağın əvəz elədim alfa ilə də, fərqi yoxdur. Buradan da 49 bərabərdir. 20-8'də 9 olur, çıx 80 kosinus alfa. Bizdən kosinus alfanı soruşur. Bu mənfi 80 kosinus alfanı sol tərəfə keçirdirəm. Olur müsbət 80 kosinus alfa. 89'dan da 49 çıxıram. Nə qalır? 40 qalır. Kosinus alfa da bərabərdir. 40'ı da 80'ə, 40'ı bölürəm 80'ə. Neçə olur? 2'də 1. Bizdən də kosinus A bucağının kosinusunu soruşurdu. Deməli, kosinus alfa idi. Oldu 2'də 1. C bəndi 24'də. Bu tənlər sistemidir. Yeganə həll deyəndə, baxın, AX, A1X üstə gəl B1Y bərabərdir C1'ə. A2X plus B2Y bərabərdir C2'yə tənlər sisteminin düsturudur. Tənlər sistemidir. Burada A1'in A2'yə yeganə həlli deyəndə B1'in B2'yə fərqlidir. Bu qaydanı bilməlisiniz. İndi burada anladım, qabağa Y-ləri atıb. Normalda baxın, adi, yəni qaydada biz demişik X qabaqda olmalıdır, Y sonra. Sonra da sabit. Buna görə bunu 3X plus Y yazmalıyıq 6. Burada KX plus Y yazmalıyıq 5. Birinci X'lər gəlir, diqqətli olun. İndi baxın, X'in əmsalı bu A1 demişdimi qaydada. Bura A1. Həmin A1 X'in qabağındakı əmsal. Burada 3'dür. Burada yazıram 3. A2 də burada K'dır. Fərqlidir. B1'in B2'yə. Y-in əmsalları bura 1'dir, bu da 1'dir. Yəni 1'in 1'ə nə deməkdir? Bu da 1 deməkdir də. Yəni 3 böl K fərqlidir 1'dən, bu da çarpaz vurulur. K fərqlidir 3'dən. Cavab belə oldu. B bəndi 25'də. 26-cı sual, məxrəci 54'ə gətirdim. Deməli, bu 6'da 1'dirsə, məxrəcin 54'ə gətirmək üçün 9'a vurmalıyım. Sürəti də vururam. 54'də A. Burada da məxrəci 54'ə gətirmək üçün 6'ya vurmalıyım. 9 vur 6, bu da 2 vur 6. Deməli, 54, 9, 54 bu da A'dır. Bu da 54, 12'dir. Məxrəclər eynisə bizə sürət lazımdır. Yəni 9, yəni A 9'dan böyüdür, 12'dən kiçikdir. 2 qat bərabərsidir. Burada da 11, 10, bir də 11 olur. A'nın neçə natural qiyməti? A'nın 2 dənə qiyməti oldu. Cavab C bəndi 26'da. Düzgün kəsir. Düzgün kəsirin sürəti məxrəcindən kiçik olur. Onda yazıram 5n çıxılsın 9 kiçikdir 2n plus 11. Çoxları bunu n-ə 1, 2, 3, 4 qiymət verməklə yazır. Burada çaşa da bilərsiniz. Ola bilər hansısa bir qiymət yadınızdan çıxar, cavabı səhv götürərsiniz. Amma ən gözəl yolu budur. A, B qaydanı deyirəm. Düzgün kəsirdir. Yadda saxlayın. A da, B də, ikisi də düzgün kəsirdən natural ədəd olmalıdır. Çünki adı kəsir, sürət və məxrəci ikisi də natural olmalıdır. Adı kəsirlər də bölünür 2 yerə. Düzgün və düzgün olmayan. Fərqi yoxdur. Düzgün kəsirlərdə, düzgün olmayan kəsirlərdə. İkisi də adi kəsirdir. Hər ikisinin sürəti natural ədəd olmalıdır. Burada diqqətli olun. Ona görə düzgün deyəndə sürəti məxrəcdən kiçik götürməliyəm. Və ya məxrəci sürətdən böyük. Yəni 2 haldan birini götürürəm. Mən bunu götürürəm. Sürətdəki ifadə kiçikdir məxrəcdən. Sadə bərabərsidir. 5n'dən 2'ni çıxıram 3n kiçikdir. Bunu da atdım 11 ilə 9 topladım 20. N də kiçikdir 20 böl 3. N də kiçikdir 6 tam 3'də 2. 6 tam 3'də 2'dən kiçik natural ədədlər hansılardır? 1, 2, 3, 4, 5, 6. Burada diqqətli olun. Burada soruşur ki, N'in aldığı natural qiymətlərin cəmi. Bunları toplayanda 21 verir, cavabda 21 də var. Çoxsu bunu vurur. Amma diqqətli olun. Mən bayaq qeyd elədim ki, sürətlə məxrəc natural ədəd olmalıdır düzgün kəsirdə. İndi baxaq, N'in bir qiymətini aparaq burada qoyaq. 5'i vurdum 1'ə, düzdür çıxdım 9'u. Sürət neçə oldu? Mənfi 4. Şərt pozuldu, yəni sürət natural ədəd olmadı. Ona görə diqqətli olun. 1'i burada almır. Yəni 1 daxil deyil məsələnin şərtinə. Yəni sualın şərtinə. 2'ni qoyanda baxın. 5 vur 2, 10, çıx 9. 1 olur, yəni müsbət olur. Eyni ilə məxrəcdə də qoyanda həmin şey olur. Ödənir. Deməli, burada 2, 3, 4, 5, 6'dır. Bunların da cəmin soruşur. Toplayanda da 20 edir. 27'nin cavabı C bəndi. Amma dediyim kimi, bir burada çoxsunun yadından çıxır. Toplayır cavabı 21 səhv edir. Görürsən 21'i 20'dən qabaq yazıblar ki, çaşdırmasın. Bilirlər ki, çoxsunun
Yəni yadından çıxacaq, bu 21-i götürəcək. Yəni bu bir diqqətli olun ha, birdə. Baxırsan 5-ci sinif sualıdır. Amma diqqət tələb edir. İzahını da verdim hər tərəfli. Neçənci sualdır? 28. Bu A nədir? Təkli onluq yüzlük bu 111A deməkdir. 111A. Yəni buradan yazaq. 111A vurulsun 8, 8, 8, 8. Bu da B, yəni 4 dənə B, yəni bu. 1111B vur 333. Baxın, bununla bu ixtisar getdi 3, bununla bu ixtisar getdi 8. Deməli, sürətdə 8, bir dənə də A vardı. 8A vurmadır. 3, burada da B var idi də. 3B. Kəsirin ən böyük qiyməti. Kəsir ən böyük qiymət alması üçün sürət ən böyüyünü almalıdır. Məxrəc ən kiçiyi. Aynı anda B burada rəqəmdir. Onda ən böyük rəqəmimiz 9-dur. Ən kiçik rəqəmimiz də 1-dir. Təbii ki, 0 olanmaz. Biz burada mənalı qiymət tapırıq. 0-a düşəndə məxrəc 0-a düşür. Digər tərəfdən B rəqəmdir. 0-dan başlaya bilməz. Yəni bunun izahı budur ki, buna 0 verə bilmərəm. B 0-dan fərqlidir. Niyə? Çünki 0-dan 4 rəqəmlə də başlamır. Eyni ilə A da burada 0-dan fərqlidir. Bizə A lazım deyildi B-yə görə. Çoxlarınız elə bilər ki, mən burada B-yə niyə 1 verdim, 0 vermədim? Dediyim kimi, B burada rəqəmdir. 0-dan başlaya bilməz. Ona görə kəsir ən böyük qiymət alması üçün sürətdəki rəqəmi ən böyük götürməsəm, məxrəcdəki ən kiçik. Ona görə mən burada 9 götürdüm A-nı, B-ni də 1 götürdüm. 9-u 3-ə vuranda, 3-ü 1-ə vuranda 3 ilə də bu 1-i sildim. 9-dan 3-ü ixtisar apardım. 3, 3-ü də vurdum 8-ə, 24. Cavab oldu A bəndi 28-də. Burada toplayıram, düzgün olmayan kəsirə çevirirəm. Birisi də 2-də 1, 2-də 3-dür. Birisi də 3-də 4. Tam 3-də 1, birisi də 3-də 1 gəldim, 3-də 4. Bu da 4-də 5. Bəzən bunların çıxmasını verir, bəzən də toplamasını. Çıxma verəndə düzgün kəsirlərə gəlir, toplama verəndə düzgün olmayanlara. Bu nöqtələr, bu da 15-də 16-dır. 15-də 16. Baxın, bunlar çarpaz gedir, hamısı gedir. Məxrəc qaldı. Birincinin məxrəci sürəti, axırıncıda sürəti 16 bölü 2. Bu da elə 8. Bəndə 29-da. Tənliyin kökləri fərqi 2 dərəcəli tənlikdir. Bunun 2 dənə kökü var. Biri x1-dir, biri x2-dir. Köklərin fərqi 2-dir. V terminindən də diqqətli olun burada. Fərqi yoxdur. Burada x1-dən çıxdım x2-ni, ya x2-dən çıxdım x1-i. Eyni cavab alınacaq. V terimində bu mənfidir. x1 plus x2. Bu qaydada mənfi p vardı. O mənfi gəlib bura dəyəndə müsbət olur. Burada diqqətli olun mənfidə. Yazıram x1 plus x2 bərabərdir 4-ə. Tənlər sistemi yaradıram buradan. Tərəf-tərəfə toplamadır. Bunlar islah olundu. 2x1 bərabərdir 6-ya. x1-i tapdım 3. İstəyir birinci tənlikdə qoy, ikinci tənlikdə qoy. Fərqi yoxdur. x1-i 3 tapdımsa, deməli x2 neçə olmalıdır? 1 olmalı ki, toplayanda 4 olsun da. Bunu da tapdım 1. Köklərin hasili x1 vurulsun x2. Q-yə bərabərdir. Q-nün yerində burada misalda A durur. Bizdən də A-nı tapın soruşur. x1 neçə idi? 3, x2 neçə idi? 1. Yəni 1 vur 3 bərabərdir A-ya. A da neçə oldu? 3. Y bəndi 30-cu sualda. A-nın hansı qiymətində? Deməli, A-nı axtarıram. A bərabər sual şərası. Tənliyin kökü yoxdur. Bu bir məchullu tənliyi qaydadır. Bunu yadda saxlayın. 1. Tənliyin kökü yoxdursa A sıfırdan, A sıfıra bərabər olmalıdır. B sıfırdan fərqli. 2. Tənliyin sonsuz sayda kökü deyərsə, mən burada qaydaları da hamısını deyirəm ki, bunlarda 3 cür soruşur. A bərabərdir 0-a, B bərabər 0. Bu sonsuz saydadır. Bir də yeganə həlli soruşur. A sıfırdan fərqli olur. Bu 3 dənədən birini soruşacaq. Bizdən soruşur tənliyin kökü yoxdur. Tənliyin kökü yoxdur deyəndə A sıfıra bərabər olur, B sıfırdan fərqli. Yəni birinci hal olur da. Bu ikinci, üçüncü halları silirəm. Sizi çaşdırmasın. Burada da bu x arxada olmalıydı. Yəni buradan silib bura yazmalıydı. Eyni şeydir də. Yəni A kvadrat çıx 7A plus 6 x burada olur. Prosta qeyri-standart kimi qabağa yazıblar ki, çaşdırmaq üçün. Bərabərdir A kvadrat plus 4A minus 5. Həmin bu A x bərabərdir B. X-in qabağındakı babağa A. Burada kvadrat 3 ədli verib. Deməli 0-a bərabər eləməliyəm. A kvadrat çıx 7A plus 6 0-a bərabər. Burada da bu B-nin yerində bu ifadədir.
Bu da sıfırdan fərqli olmalıdır. 4A çıx 5 sıfırdan fərqli. Belə. Y-dən kökləri tapaq. A1 üstə gəl. A2 bərabərdir 7-yə. A1 vurulsun A2 bərabərdir 6-ya. Köklər nə olmalıdır? 1-dən 6-da toplayanda 7 vuranda. Deməli A1-i tapdım 1, A2-ni tapdım 6. Buradan da tapaq bu 7. A1 plus A2 bərabərdir mənfi 4. A1 plus A1 vur A2 bərabərdir mənfi 5. Bu köklərin biri mənfi 5 olmalıdır. Biri də 1. Deməli buradan A1 1, A2 mənfi 5. Diqqətli olun. Burada kökün biri atılacaq. Nəyə görə atılacaq? Yəni kənar kök olacaq. Baxın. A burada 2 dənə qiymət alıb. Burada da 2 dənə qiymət. Baxın, bu 1 qiymətini görürsünüz. Burada da var, burada da var. Bu 1-i gətirib bura qoysam, 1-in kvadratı 1 olur. Üstə gəlinsin 4 vur 1, 4 olur. Çıx 5. Hesablayanda nə olur? 0. Biz dedik axı, baxın, bura 0-dan fərqli olmalı. Bax, bu B yoxdur. B 0-dan fərqlidir. A-nın bir qiymətini aparıb burada yerinə qoysam, buranı 0-a çevirir. Biz demişik 0-dan fərqli olmalı. Ona görə bir kənar kökdür, ödəmir. Yəni bu atıldı. Bizdən də bu şərtdir. Mənfi 5-i gətirib bura qoysam, baxın, hesablasanız görəcəksiniz, bura 0-dan fərqlidir, ödənəcək. Bu şərtdir. Bizə həll lazımdır. Deməli, burada A 6 ala, yəni 6-nı ala bilər. 6-ya bərabər ola bilər. Ona görə burada diqqətli baxın, 1 verib aldatmaq üçün bu da getdi. Burada da 1 var, o mənfi 5, o şərtdir. Əslində burada biz dedik axı fərqlidir. Yəni A bərabərdir 1 yox. A fərqlidir olmalıdır bura. A1, bu da A2 fərqlidir, mənfi 5. Baxın, ona görə mən 1-i atdım ki buradan. Burada yazmışdım ki A bərabərdir 1, birinci kök. Bu şərtdə də biz dedik axı kvadrat düzəldilir 0-dan fərqli. Görürsünüz, B 0-dan fərqli olmalı. B-nin yerində də bu ifadə durur, kvadrat. Bunun kökləri bərabər yox, fərqlidir olmalı. Görürsən, A1 1-dən fərqli olmalıdır. Amma burada deyir 1-ə bərabərdir. Ona görə bu şərt ödənmədiyi üçün bu kök kənar kökdə atılır. Bu da şərtdir. Baxırsan ki, həqiqətən də A2 6-dır. Onsuz da bunlar ikisi də 6-dan fərqlidir. 6 yəni bunların ikisindən də fərqlidir. Ona görə bu həll sayılır. Yəni sualın həllidir. Buradan da bu 1 atılır, buradan da bu atılır. Görürsünüz, cavab C bəndir. Yəni burada diqqətli olun, şərti yoxlamaq lazımdır. Bu təkli onluq. Deməli bu 10A plus B-dir. 10A plus B. Bu da 10B çıxılsın, mənfi təsirlidir. 10B çıxılsın A. Bu da A çıx B. Sürəti sadələşdirək. 10A. Bu da çıxar 9A. Bu da B çıx 10B. Bu da 9B. 9-u ortaq vurub çıxartdım A minus B. Bu da A minus B. A minus B-lər getdi. Cavab qaldı 9. C bəndi. Sonra, bayaqki sualdan bu sonsuz sayda bir məhsullu tənlidir. A x bərabərdir B. Sonsuz sayda həlli olması üçün A da 0-a bərabər götürülməlidir, B də 0-a bərabər. Bunu vurub açmalıyıq. Çünki bu qeyri-standartdır. Biz bunu standarta gətirməliyik. M-i 15x-ə vuranda 15 mx olur. Çıx 7m bərabərdir. 5m plus 5x çıx 4. X ilə olanlar sola yığılmalıdır. Baxın, AX bərabərdir 5 şəklində olmalıdır. Harada x varsa sola yığılır, x-siz olanları sağa. Baxın, bu 15x mx yerindədir. Bu x-i, baxın, bu plus x deyil, 5x. Sola keçirdirəm, çıx 5x. Bu 7m'dir. Bu mənfi də keçəndə toplanır 12m, minus 4. Buradan da ortaq vuruq, x-i çıxardıram. Bərabərdir 12m, çıx 4. Gördünüz, qaydaya saldım misalı. Baxın, bu bir məhsullu tənlidir. AX bərabərdir 5 şəklinə saldım. Bura A-nın yeridir, bura da B-nin yeridir. 0-a bərabər verirəm. 15m çıxılsın 5 bərabər 0-a. Buradan da həll edəndə M3-1 tapacaqsınız. M3-1 olacaq. Üçdə 1. Onsuz da bunu 0-a bərabərlərsən, burada da M 3-də 1. Çünki eyni M-dir də. Burada nə alırsa, bunda eyni şey, eyni qiymət almalıdır. Bir dəqiqə. M oldu 3-də 1. Cavab A bəndi. 34.
45-dən kiçik, 45 ilə qarşılığı sadə olan ədədlərin sayını tapın. Bunun üçün düstur var. Qarşılığı sadə ədədlərin sayını tapmaq üçün düstur. A hər hansı bir mürəkkəb ədəddir. Bunun vuruqları A, B, C. Vuruq 2 dənə də, 3 dənə də, 4 dənə olar. Amma mən bir suala görə yazıram. Burada vuruq 2 dənə olacaq. Baxın, 45-in vuruqları 3 vur, 3 vur, 5 deməkdir. Bu da 3-ün kvadratı vur 5 deməkdir. Ona görə vuruğu mən 2 dənə yazıram. Çünki misalın şərtinə görə. Bu vuruğun sayıdır M. Bu da N. Düsturumuz belə idi. Bunu yadda saxlayın. Bu qarşılığı sadə ədədlərin sayını tapmaq üçün düsturdur. Vurulsun 1 çıxılsın 1 böl A. Vurulsun 1 çıxılsın 1 böl B. Bu düstur. İndi həmin o 45 ədəd A-nın yerində idi. Vuruqlar da 3-ün kvadratı vur 5-dir. Vur 1 çıx 3-də 1. 1 çıx 5-də 1. Bərabərdir. 3-ün kvadratı vur 5. Bunu çıxanda 3-də 2 olur. Bunu da çıxanda 5-də 4. 5'ler getdi. 3'ün biri getdi. Burada 3'ün biri qaldı. Burada da 2 vur 4 qaldı. Burada da 24. 24 dənə. Burada 45 ilə qarşılığı sadə ədəd var. Əgər qarşılığı sadə olmayan soruşsa 44-dən çıxarsınız 24'ü 20 dənə. Bəziləri 45'dən çıxır. 45 ilə 45 qarşılığı sadə olmur. Eyni ədədlər qarşılığı sadə ola bilməz bir-birindən. Çünki biz demişik qarşılığı sadə olması üçün iki ədədin ortaq sadə vuruğu yoxdur. Yəni qarşılıqlı sadə ədədlər iki ədədin ortaq sadə vuruğu olmamalıdır. Ona görə 45 ilə 45. Yəni ədəd özü ilə ola bilməz. 45-dən kiçik dediyi üçün baxın. 44, 43 bura qədər 1-ə qədər. 1 də götürülür burada siyahıya. Ona görə burada 45-dən kiçik, 45 ilə qarşılığı sadə olan 24 dənədir. Əgər qarşılığı sadə olmayan desə 45'ten bir dənə çıxın, 44 yazın. Həmişə o bir dənə çıxmağı yadda saxlayın. 44'ten çıxın qarşılıqları sadə, qarşılıqlı sadələrin sayı yerdə də qalır, qarşılıqlı sadə olmayanların sayı. Əgər soruşsaydı, cavab 20 olardı. İndi burada qarşılıqlı sadələrin sayı soruşur, cavab 24 oldu. Yəni hər iki alın dedim. Bir də seçmə ilə yaza bilərsiniz buradan. 45'ten kiçik, məsələn 45'i 44 ilə götürə bilərsiniz. Sonra belə 45'i 43 ilə götürə bilərsiniz. Yəni saya-saya gəlməlisiniz 1-ə qədər. O vaxt aparır. İndi burada 45 kiçik ədəddir. Belə seçmə ilə tapa bilərsiniz. Düsturu bilməyənlər seçmə ilə, yəni qiymət verib qiymətləri yoxlaya tapa bilərsiniz. Amma bu ədədlər verdi. Məsəl üçün 100, 200 ya 100 neçə, 200, 300, 500 ya 1000 neçə. Onda sən yazıb belə saya bilməyəcəksən. Düsturla yazmaq lazımdır. Yəni düsturu yadda saxlayın. Bu düstur qarşılıqlı sadə olanların sayını tapmaq üçün düsturdur. İndi vuruq 3 dənə olanda, burada C olanda bir dənə də olur 1 çıxılsın 1 böl C. Vuruq 4 dənə olanda, məsələn D vuruğu da yazsam 1 çıxılsın 1 böl D. Yəni vuruqdan asılıdır. Vuruq 2 dənə olanda bu olur. 3 dənə olanda tamamı olur. 34'ün cavabı oldu D bəndi. 35. Tənlin köklərindən biri -2. Kök deyəndə x-in qiymətidir, -2. 2 dərəcəli tənlin 2 dənə kökü var da, biri x1, x2. Hər yenə də x1-i götürdüm, ya x2-yi götürdüm. Mən elə burada x qəbul edirəm. Yəni x -2-dir. Aparı burada yerinə qoyuram. -2-nin kvadratı 4 olur. Çıx. Bu m-dir. Buranda da -2-yə toplanır da, olur 2m. Plus m, plus 4. Sadə tənlini həll edirsən. 2m-lə m-i topladım. 3m. Bərabər. 4'ləri də toplayanda 8 sağ tərəfə keçəcəndə mənfi olur. Bu da -8 bölünsün 3. A bəndi 35'də. Bir nöqtədən çıxan 3 müxtəlif çevrə boyunca 3 cisim hərəkətə başlayır. Birinci cisim çıxış nöqtəsində 45'dən 1. O şimdi 45, ikinci 60, üçüncü 90. Ən qısa sözü əkob deməkdir. Ən azı, ən kiçik, ən qısa. Deməli biz bunların əkobunu tapırıq. Əkob 45 60, bu da neçə? 90. Mən şifa bilirəm ki, bunların əkobu 180'dir. Cavab olur 180. Yəni içinə bölünən ən kiçik ədəd 180. Bu da düsturdur. Əkob AB. Vurulsun əbub AB. Hasil düsturudur. Buna əbubla əkobun hasil düsturu deyirlər. A vur B-yə bərabərdir. İndi qiymətləri burada dəyişiblər. Birincini əkob yazdığımız. Fərqi yoxdur. Burada birinci əbub oldu ya əkob. Vuruğun yerini dəyişəndə qiymət dəyişmir. Əkob 75 adır. Bunların yerinə dəyişirlər də. Nə bilim burada MN olur, K olur, hər hansı bir ədəd olur. Yəni dəyişirlər.
Burada da əbub eyni ilə 75A. Gördünüz burada AB olanda nə idi? A vur B. İndi burada da 75 ilə A-dırsa olur 75 bura. Yəni 75A. Bunun qiymətini verib. Əbubu 25'dir. Bura 25'dir. Əkobu da 300'dür. Yəni tənlik oldu. 75A bərabərdir. 300 vurulsun 25. 375'e 4 dəfə ixtisar gedir. 4'ü də 25'e vuranda 100. Bizdən də A-nı soruşurdu. Cavab C bəlidir 37'dən. İxtisar deyir. 14'də 4'ü ixtisar aparanda neçə olur? 7'də 2. 56'da 17. Bunlar qarşılıqlı sadələrlə ixtisar getmir. Bunu atdıq. 21'də 6'dır. 2'ye yaparsam 3'e yaparsam 2. Bu da 7. Deməli 1, 2, 3. 35'də 10. 2 yaparsam 5'e yaparsam 2. Bu da 7. Deməli neçədən oldu? 1, 2, 3, 4 dənə. Cavab C bəndi 38'də. 39. V terimindən istifadə edirik. Əvvəlcə yazaq x1 plus x2 bərabərdir. Mənfi 2. x1 vurulsun x2 də bərabərdir mənfi 6. Kubun açılışı x1'in kubu plus x2'nin kubu. Düsturu belədir. A kub üstə B kubdur da. Həmin düstura nəzərən açırıq bunu. x1 plus x2 düsturu bilmək lazımdır. Vurulsun x1'in kvadratı çıxma olurdu. x1, x2'nin hasılı plus x2'nin kvadratı. O da bərabərdir. Bu x1 plus x2'ni V7'dən tapmışdım. Mənfi 2. Gətirib yazıram mənfi 2. İndi burada bu x1 ilə x1'in kvadratı və x2'nin kvadratı. Bunun üçün düstur yazıram. Bax, bu şəkildə yazıram. Və çıx 2x1, x2. Və bir dənə də çıx x1, x2 var idi. Çünki baxın, bunu açanda x1'in kvadratı verir. Baxın, bunu verir. Sonra x2'nin kvadratı verir. Və plus 2x1, x2 özümdən çıx 2x1, x2 yazdım ki, açanda müsbət 2, mənfi 2x1, x2 ilə geçsin. İslah olunsun, bununla bu qalsın. Və burada da misalda var idi. Bunu da dalınca yazdım. Burada mənfi 2, x1 plus x2'nin kvadratı. Bunları da hesablayanda mənfi 3, x1, x2 olur. Bərabərdir. Mənfi 2, x1 plus x2. Görürsünüz, qiymətini yazmışam. Olur mənfi 2'nin kvadratı. Çıx 3 vur, x1, x2. Bu da mənfi 6'dır. Bu bir mörtəzənin içindədir. Buradan yazaq. Mənfi 2. Bunun kvadratı 4 olur. Mənfi ilə mənfiyə vuranda 18. Mənfi 2 toplayanda neçə elir? 22. Bu da elir mənfi 44. Cavab oldu A bəndi 39'da. Sonra yenə bir terimidir. x1 plus x2 bərabərdir 5. x1 vur x2 bərabərdir mənfi 6. x1 plus x1'in kvadratı plus x2'nin kvadratını soruşur. Bunu bu şəkildə yazırsınız. x1 plus x2'nin kvadratı bayaq yazdım elə, yenə də təkrar yazıram. Yəni siz bunları əzbər bilməlisiniz. Çıx 2x1, x2. Çünki bunu açanda müsbəti ilə mənfi gedir, bu qalır. Bərabərdir. Baxın, köklərin cəmi 5 idi. Bura 5 yazıram. Yəni 5'in kvadratı. Necə ehtiyac yoxdur mörtəziyə. 5'in kvadratı çıxılsın. 2 vur x1, x2'də mənfi 6 idi. Bu da 25'dir. Mənfi mənfilərlə toplanır. 2, 6, 12. Toplayanda neçə edir? 37. Cavab oldu 40'da B bəndi. O x oxuna nəzərən deyəndə hansının adı çəkilib, o qalır. Çəkilməyənin işarəsi dəyişir. O x oxu deyəndə yəni x-in adı çəkilib. Ona görə x-i olduğu kimi qalır. Y-i əksinə dəyişir. Mənfi 7 verilibsə, deməli 7 olacaq. 4, 7. C bəndi 41'də. Nəyə görə bunu mən göstərim koordinat sistemində. X-i 4'dür. Y-i də tutaq ki, burada yazaq. Mənfi 7'dir. Bu birinci rübə düşür bu nöqtə. Bu A nöqtəsi olsun tutaq ki. Bu O-dur, yəni koordinat başlanır. Bu da X-dir. O X oxu da deyirlər, X oxu da deyirlər, sonra apsis oxu da deyirlər. Yəni üçündən birini deyirlər. O X oxuna nəzərən deyəndə, baxın, 4-cü rübədə olan nöqtə O X oxuna nəzərən keçir birinci rübə. Çünki O X burada simmetrik oxdur. A nöqtəsi ilə hər hansı bir B nöqtəsinə keçirsə, A ilə B-nin mərkəzindən keçməlidir simmetrik ox. Bu da onu göstərir ki, X-i yerində qaldı. Y-i,
Baxın, koordinat başlanğıcdan 7 vayd aşağı sürüşmüşdü. Amma burada da koordinat başlanğıcdan 7 vayd yuxarı qalxacaq. Deməli, B nöqtəsi nə oldu? A-ya nəzərən, yəni A nöqtəsinə nəzərən simmetrik nöqtə oldu. Görürsünüz, x-i 4 oldu, y-i də dəyişdi, 7 oldu. Yəni, izahını da verdim. 42. Perimetri 6 kökdə işdirsə, 3-ə böləndə olur 2 kök 3, 2 kök 3, bu da 2 kök 3-dür. Bərabər tərəfli üçbucağın median hündürlüyünü soruşur. Fərqi yoxdur, median hündürlük tənbülən, burada 3-ü də eynidir. Oturacaqdan da çəkə bilərəm, baxın. Bu oturacaqdan çəkə. Amma mən oturacaqdan çəkmirəm, həmişə hündürlüyü təbədən çəkirəm, rahat olsun. Bu həm hündürlüydür, həm mediandır, həm tənböləndir. Bərabər tərəfli üçbucağın bilirsiniz ki, oturacağı bitişik bucağı 60-60. Burada təpə bucağı 60-dır. Tənbölən olsun 30-30-a ayrılır. Oldu Pifaqor. Biz də demişik ki, bu təpədən gələn həm mediandır. Median olduğu üçün tərəfi yarıya bölür. Həm hündürlüydür 90-90 kəsir. Tənbölən də olsun təpəni yarıya bölür. Təpə bucağı yarıya bölür. Ona görə bu 2 kökdə 3 bu median olduğu üçün ayırır yarıya. Kök 3, bu da kök 3. 30 dərəcəli bucaq qarşıdakı katet kök 3-dür. 60 dərəcəli bucaq qarşıdakı katet digər katetin kök 3 misli. Kök 3-də kök 3-ə vuranda nə olur? 3. Yəni Pifaqordan isbat olunur bu hazır qaydadır. Hündürlüyü də soruşsa, medianı da soruşsa, tənböləni də soruşsa, eynidir cavab. Cavab oldu 42-də Y bəndi. Sadə bərabərsizlik verir burada. Vurğuları sıfıra bərabər eləyəndə birinci mənfini yazıram, kiçikdən böyüyə. Sonra müsbəti, özü də kiçik bərabər olduğu üçün bu nöqtəni qəbul edirəm, yəni qaraldıram, daxildir. İnterval işarəsi müsbət, mənfi, müsbət olurdu. Bunu siz əzbər bilməzsiniz. 2 dənə vurub tək dərəcədən olanda müsbət, mənfi, müsbət olur. Kiçik bərabər sıfır olanda mənfi hissə iştirilənir. Deməli, mənfi 3 ilə 2-dir cavab. Mənfi 3, 2. C bəndi 43-də. 44. Sürətli vurğuları ayırıram. Kökə çıxılsın kök B. Bu şəkildə ayırıram. Bax belə. Bu da kök A plus kök B. Bax belə. Məxrəcə dəymirəm, ixtisar gedəcək. Minusu ilə getdi, nə qaldı? Plusu qaldı da. Yəni kök A plus kök B qaldı. A bəndi 44-də. 45. Tərəfi 6, 8, 10 olan üçbucağın böyük tərəfinə çəkilmiş medianın uzunluğunu tapın. Median üçün düstur var idi. Tutaq ki, bu A-dır, bu B-dir, bu da C-dir. Məsəl üçün, tutaq ki, C tərəfinə median çəkirəm, düzdür? Bunu MC adlandırırlar da. MC bərabərdir 2-də 1 kök altında 2A kvadrat, yəni bu tərəf, bu tərəf. 2A kvadrat plus 2B kvadrat çıx həmin tərəfə, yəni bu C tərəfinə çəkilən. Düstur budur. İndi tərəfləri verir, biri 6-dır, biri 8-dir, biri də 10-dur. Böyük tərəfə çəkilmiş, böyük tərəf buradır. Yəni bu 10-a çəkilmiş. Burada median. Median bərabərdir 2-də 1 kök altında. Baxın, bu tərəfin kvadratları 2-yə vurulurdu. 2 vur 6-nın kvadratı plus 2 vur 8-in kvadratı çıx 10-un kvadratı. Bax belə. O da bərabərdir 2-də 1 kök altı. Bu neçədir? 36 2-yə vurdum 72 plus 64-ü vurdum 2-yə 128 çıx 100. Bu da bərabərdir 2-də 1 72 ilə 128-i toplayanda neçə olur? 200 olur da. Bu 200 oldu. 200-dən də 100-i çıxanda neçə olur? 100 oldu. Bu da 2-də 1. 100-dən də 10 çıxdı. Onu da 2-yə böldüm. 5. Cavab oldu B bəndi. 45-dən. Sinus 90 dərəcədə dəyişirdi, kosinus olurdu. Pi bölü 2 90 dərəcədə, pi 180. Deməli, dəyişəcək kosinus x olacaq. Baxın. Bu x iti bucağıdır. Sinus 90 buradır. Bu 90 dərəcədir. 90-ın üstünə, yəni üzərinə iti bucaq gələndə gəlib ikinci rübə düşürəm. İkinci rübədə sinusun işarəsi müsbətdir. Yadda saxlayın. Həmişə işarəni təyin edəndə verilən funksiyanın işarəsinə baxırıq. Çevrilən funksiyaya baxmırıq. Burada çevrilən funksiya kosinus x-dir, verilən funksiya sinus x. Ona görə bunun qiyməti çevrildi oldu kosinus x plus. Burada düzəliş eləmək lazım. Birinci bu dərəcə gəlməlidir, sonra bucaq gəlməlidir. Burada biraz çaşdırıb kosinus pi minus x mənfi pi plus x yazıram. Üstə gəl sinus, burada da elə mənfi 3 pi böl 2 plus x yazıram. İndi burada düzəliş eləyəcəm. Bu kosinus x idi plus. Buradan da düzəliş eləyək. Kosinus
mənfi pi minus x bu şəkildə yazıram. Çünki baxın, bu mənfi vuranda mənfi pini verir, mənfini də mənfi x-ə vuranda verir müsbəti. Və sinus. Eynən burada da həmin şey edirəm. 3pi böl 2 minus x. Dediyim kimi, mənfini vuranda bunu verir. Bu da bərabərdir kosinus x. Baxın, bu mənfi kosinusun qabağına çıxmır. Kosinus cüt funksiyadır, mənfini udur. Cüt funksiyalarda mənfi qabağa çıxmır. Deməli, bu oldu elə kosinus pi minus x. Amma sinus tək funksiyadır. Tək funksiyada sinusda mənfi qabağa çıxır. Deməli, bu mənfi buradan çıxacaq, müsbətə dəyəcək, mənfi eləyəcək. Mənfi sinus 3pi böl 2 çıx x. İndi standart şəkilə gətirdim. Yəni, birinci dərəcə olur, yəni radianla verir. Sonra bucaq olur. Yenə yazıram, kosinus x üstə gəl. Kosinus pi dəyişmir, elə kosinus qalır. X. Pi 180'dır. Baxın, bu 180 dərəcədir. Pi 180. İti bucaq çıxıram. 180'dan iti bucaq çıxanda ikinci rubdə qalıram. Kosinusun ikinci rubdə işarəsi, bura birinci rub müsbətdir, ikinci rubdə işarəsi mənfidir. Bu mənfi bunu çevirir, mənfi eləyir. Burada trigonometriyanın qaydalarını bilməlisiniz, yəni rubləri. Sinus 270'də yenə dəyişir, kosinus olur. Olur kosinus x. Sinusu burada bayaq çəkmişdim. 270'dir də. 3pi bölü 2 270'dir. 270'dən iti bucağı azaldıram. X iti bucaqdır. Yəni iti bucaq azalanda gəlirəm, qalıram 3-cü rubda. Bu birinci rubdur, işarəsi müsbətdir, ikincidə müsbətdir, üçüncüdə mənfidir. Deməli, bu kosinus 270 çıx x mənfidir. Adı dəyişdi, kosinus oldu, qarşıya mənfi çıxdı, bir dənə də buradan mənfi var. Yəni buradan bu ifadədən mənfi çıxdı, dəydi bu mənfiyə müsbət. Bunlar islah olunur, yerdə nə qaldı? Kosinus x. Cavab C bəndi 46-da. Diagonalları 3, 4. Yəni D1, 3K götürün. D2'ni də fərqi nədir? X-də götürə bilərsiniz. 4K. Rombun perimetri. Bu romdur. Rombun perimetri nə idi? 4 yerə bölünür də. Biraz bunu bərabər çəkək. Yəni, rombun perimetri veriləndə tərəf nə olmalıdır? 5. Çünki 20'ni böldüm 4 yerə, tərəf oldu 5. Rombun tərəfini tapdım. Belə düstur var. D1'in kvadratı plus D2'nin kvadratı bərabərdir 4A kvadrat. Bu Pifagordan ispat olunub. Buna deyirlər diagonallarla tərəf arasındakı münasibət. D1 burada 3K'dır, kvadratı 9K kvadrat. D2 də 4K'dır, kvadratı 16K kvadrat. K kvadrat 16K kvadrat. 4A kvadrat. A da tərəfdir. Bax, bu A tərəf idi. Bu da 5 idi də. 5'in kvadratı 100 olacaq. Yəni, nəyə görə 100 dedim? Bu tərəf 5'li kvadratı ilə 25 olur. Bunları toplayanda neçə olur? 25K kvadrat. Bu da 4 bölü 25. Mən bunu böyütmədim, xısar apardım. K kvadrat bərabərdir 4'ə. K'nı tapdım 2. Buna 3K demişdim. Bunda D1 bərabər 3'ü 2'yə vurdum 6. Buna da 4K demişdim. 4'ü vurdum 2'yə 8. Deməli, diagonallar 6 ilə 8. Sahəni soruşur. Sahənin diagonallardan asılı düsturu belədir. 2'də 1, D1, D2. Yəni, S bərabərdir 2'də 1, D1, D2. D1 6 idi, D2 də 8 idi. 6, 2 ilə 3, ixtisar getdi. 3, 8'in 24. Cavab oldu 47-də Y bəndi. 48. Kolyanar. Kolyanar elə paraleli deməkdir. Qayda da belədir. Bu A vektorudur. Bunun koordinatlarını x1 yazıram. Y1 və bu da B vektorudur. Bunun koordinatlarını x2, Y2 yazıram. Kolyanarda yəni paraleldə eynidir qayda. X1, X2'yə nisbəti, Y1'in də Y2'yə nisbəti. Söhbət burada müstəvidən gedir. Fərzə olanda da Z1, Z2 olur. Onları da bölürsən bir-birinə bərabər yazırsan. Z1 bərabər Z2. Yəni Z1 böl Z2. İndi burada Z1 də olsaydı, Z2 də olsaydı. Fərzədə 3 dənə koordinat verilir. Apsis, ordinat, aplikat. Müstəvidə isə 2 dənə verilir. Apsis, ordinat. İndi bu müstəvidir. Bu X1'in yerindədir. Bu Y1'in. Bu X2'nin yerindədir. Bu da Y2'nin. Həmin qaydanı tətbiq edirəm. Ben bunu buradan silirəm. Bu müstəvidən danışırıq burada. Deməli 2x çıxılsın 3 bölünsün 2 bərabərdir 4 bölünsün 4. Sadə tənlidir. 4'ü 4'ə böləndə 1 eləyir. 1. Bunu da çarpaz vuraq. 2x çıxılsın 3 bərabərdir 2'yə. 2x də bərabərdir 5'ə. X də bərabərdir 2,5'ə. Cavab oldu 48'də A bəndi.
ədədi silsilə. 5-ci hədd. 5-ci hədd deyəndə A 5-dir. 5-ci həddi verib neçə? 15. İlk 9 həddin cəmi. 9 həddin cəmi cəm sözündə yazıda saxlayın. S olur. S9-un düsturu. Əvvəlcə S-nin düsturunu yazıram. 2A1 plus D vurulsun N-1 böl 2 vur N. İndi N'in yerinə burada 9'dur. Burada 2A1 plus 9'dan 1 çıxanda neçə olur? Burada 9'dur da yeni 8D olur. Böl 2 vur N də həmin dediyim kimi 9'dur. İkinci sürətdən mörtəzə xaricinə çıxardıram. A1 plus 4D böl 2 2'lər gedəcək. Vur 9. A1 plus 4D də A5'in açılışıdır. Yəni A5 bərabərdir A1 plus 4D'dir. Gətirirəm A1 plus 4D'nin yerinə A5 qoyuram. Vur 9. A5'in də qiymətin baxın 15 vermişdi. Yəni 5-ci həddin qiymətidir. 15 vur 9. Bu da 135 oldu. Cavab oldu D bəndi. 50-ci sual. Burada bu çöldəki 2-ni saxlayıram. Bax bunu kəsirin qabağına da vurma kimi yaza bilərəm. Bu 6-cı dərəcədən bu 4'ü kökün altına salanda bu kökün altına 4'ün kvadratı kimi girir. Vur 2. Bax belə. Sonra məxrəcdə bu 4'dür. Bu 8'i kökün altına salanda bunun dərəcəsi 3'dür. 8'in kubu kimi girir. Yəni 8'in kubu vur 4. Bax belə. Bunda dərəcəsi 3'dür. Nəyə görə? Çünki eyni kökə gələcəm. 2 vur. Baxın 6'dır, bu da 2'dir də. Bir kökə vurulur. Qayda var. N'inci dərəcədən, bu da m'inci dərəcədən A. Bunu bir kökə vuran, salanda N'i M'ə vurub belə yazırdı. Yəni radikal dərəcələri bir-birinə vururuq. Burada da 6'nı 2'yə vururam. Bu 2'dir də kvadrat kökdür. Bunu yazmırlar prosto. Göstərdim burada 2'ni. Deməli 6'nı 2'yə vururam 12. 4'ün kvadratı deyil. 16. Bu da 2. 32'dir. Bunu yazıram 2 üstü 5. Burada da 4'ü 3'ə vururam 12. Bu 8'in kubudur. 8'i 2'nin kubu yazanda bu da 9. 2 üstü 9. Bunu da baxın 2'nin kvadratı. Bu da 2 üstü 9'dur. Vuranda üstlər toplanır da. Bu 2'nin kvadratıdır. Olur 2 üstü 11. Və qayda var. N'inci dərəcədən A bölünsün N'inci dərəcədən B. Eyni dərəcəli kökləri bir kökün altında yaza bilərəm. Ona görə həmin qaydanı tətbiq edirəm. 2 vurulsun. İkisi də 12-ci dərəcədəndir də. 2 üstü 5. Bu da 2 üstü 11. Böləndə üstlər çıxılır. 5'i gedəndən sonra qalır 1 böl 2 üstü 6. Bu da 12-ci dərəcədir. Bu da 2 vurulsun 12-ci dərəcədən. Bunu 2'də 1 üstü 6 yaza bilərəm də. Buradan 12 ilə 6 getdi. Bu 2 qaldı. Yəni ikinci dərəcədən qaldı 2'də 1. Və bu 2'ni də kökün altına salanda bura dərəcə 2'dir. 2'nin kvadratı kimi girir. Yəni bu 2 kökün altına 4 kimi girir də. Kökdə 4'dən 2 çıxır da şöyle. Vur 2'də 1. Bu da ixtisar getdi qaldı kökdə 2. Cavab oldu kökdə 2. 50-ci sualda A bəndi. Hələlik bura qədər. Sağ olun.